Qarabağda, Ağdamda bu gözəllik qanunları ilə çox adamı heyran eləyən, bizi sevindirən işlər, quruluşlar, ondan sonra qurğular, tikintilər yaranır. İstər-istəməz elə bir sual əmələ gəlir ki, axı bu gözəlliyin özü nədir? Daha doğrusu bu həmən o qanunu düzgün tətbiq eləmək üçün gərək biz başa düşək ki, o gözəllik nədir və onu doğru tətbiq eləyək. Beləliklə, gözəlliyin indiyə kimi olan təriflərindən, indiyə kimi gözəllik haqqında olan fikirlərdən daha bir praktiki fikir demək, bir praktiki izah tələb olunur ki, o eyni zamanda oradan nəticəcə çıxardıb biz gördüyümüz işlərə tətbiq eləyək və onda o gözəllik qanununu demək, qurduğumuz, elədiyimiz işlərin əsasına qoyaq. Bura Azərbaycanın dahi alimlərindən biri, təkrarsız, əvəz olunmaz, bənzərsiz Xudu Məmmədovun yurdudur. Mərzili kəndindəyik. Bax, bu rəmzi süfrəni onun oğlu Toğrul müəllim rəmzi olaraq, bax, bu evdən çıxan süfrəni bu həyətdə otluğun üstünə sərdi və bura Mərzili qızı pişirib, tam organikdir, gəlin hərəniz bir tikə nuş edin dedi. Çox dəyərli, qiymətli bir andır. Xudu müəllimin yurdunda hərəmiz bir tikə onun oğlunu gətirdiyi şirniyyatdan bu evdən çıxmış süfrənin üstündə dadacağıq. Sevinç xanım da buradadır. Xudu müəllim bizim kəndə gələndə bayram olurdu, həmişə bayram olurdu da. O kənddə hər gün bir nəfər Xudu müəllimi qonaq aparır. Xudu müəllim ömür boyu deməzdilər, toyuq kəsirdilər, cücə kəsirdilər, nə bilim, quzu kəsirdilər. Amma Xudu müəllimin o təbii yeməkləri xoşlayırdı, qatıq yeməyi xoşlayırdı, ayranla o doğramacı. Doğrama, hə. O doğramacı eləyib həmişə yeyirdi, xoşlayırdı elə doğal yeməkləri. Mən alim vətəndaş Xudu Məmmədovun oğluyam. 33 illik ayrılıqdan sonra bu günləri ata evimin qalxlar üzərində oturmuşam. Çox həyəcanlandırıcı bir məqamdır. 88-ci ilin əvvəlləri fevral hadisələri artıq baş vermişdi və 87-ci ildən başlayaraq atam Ağdamdaydı, Qarabağdaydı, Mərzildəydi. Bütün işlərini arxa plana keçirdi. Ön plan vacib bir məqam olaraq sırf cəmaatın içində idi. Məktəb şagirdi idim. Bütün bunları düşündüm və fikirləşdim ki, atam Mərzildədir, mən də Bakıdayım. Burada uyğunsuzluq var. Bilet aldım, qatara mindim. Təbii ki, o vaxtı qohumlar, tanışlar Ağdamda qarşılayıb geri göndərmək fikrinə düşdülər, amma alınmadım. Mərziliyə gəldim. Elə bir tərbiyə, elə bir istiqamət görüb götürmüş adamam ki, mənim üçün ölkəm, vətənim, xalqım hər şeydən vacibdir. Atamın bir sözü var idi ki, vətəni sevdirmək lazım deyil, vətəni tanıtmaq lazımdır uşaqlara. Onlar özləri vətəni sevəcəklər. Özü də o dediyindən uyğun hərəkət eləyirdi. Yəni, mümkün qədər Azərbaycanı mənə tanıdırdı və xüsusən də Qarabağı, Mərzilini tanıdırdı. Vətən gördüyün qədər böyükdür. Vətən xatırında onun o mənəvi yaddaşı nə qədər qalırsa o qədər böyükdür. Vətənin böyüklüyü onun ölçüsü ilə, əhalinin sayı ilə asılı deyil ki, vətəni bir coğrafi anlayış kimi başa düşmək olmaz ki, vətən elə bizim həmən o yaddaşımızda qalan və bizim gördüyümüz və bizim ona zəhmət çəkdiyimiz qədər, bizim o zəhmətimiz nələr var, bunların hamısı vətəndir. Bizim kəndin yetirmələrindən biri Xudu müəllim dünyada tanınan bir şəxsdir. Çox doğru deyirlər ki, elmin vətəni yoxdur, alimin vətəni var. Xudu müəllim o baxımdan Mərzili kəndindən olsa da, amma o təkcə Mərzili cəmaatına da, Ağdam cəmaatına, Qarabağ el obasına deyil, Azərbaycana da deyil, dünyaya məxsus bir insanıdır. Çünki onun elədiyi kəşfdən dünya xalqları bəhrələnmişdir. Ona görə də belə adamlarla tərəqqipərvər, daha geniş düşünən elm adamları hər biri onu özününki hesab eləyir. Təbii ki, biz də fəxr eləyirik ki, Xudu müəllim burada göz açmışdır. Bizim cəmaatın təhsili və elm dalınca getməsində heç şübhəsiz ki, bir neçə adamın xüsusi rolu var ki, bunların içərisində birinci yerdə Xudu müəllim gedirdi. Demək olar ki, o dövrdə ali təhsil almaq
istəyənlər, həm də ali təhsili qurtardıqdan sonra öz yollarını istehsalata mı, yoxsa elmə mi getmək məsələsi olanda Höküman Xudu müəllimlə məsləhətləşərdilər. Bu kənddən gedən adamların hamısının elm dalınca getməsinə Xudu müəllim həm də məsləhət verirdi, yol göstərirdi. Yəni Xudu müəllimin böyüklüyü burasında idi ki, o bizim kimi gənclərin görə bilmədiyi, hələ qiymətləndirmədiyi məsələləri elə rakursdan baxırdı ki, həqiqətən sonra anlayırdıq ki, bu ümumilli əhəmiyyət daşıyır. Ümumtürk xeyrinə olan qərarlardır və gedişlərdir. Xudu Məmmədov Mərzildə anadan olmuşdu 27-ci ildə, dekabrın 14-də. Uşaqlıq illəri kifayət qədər qayğısız idi. Kolxoz sədrinin övladı idi. Anası Şirin xanım bəy qızı idi. Surxay babamı iftira uydurma bir əsasla həbs elədilər. Şirin nənəm rəhmətə getdi. Özü dediyi kimi həmən gündən onların həyatı göy əksiyə büründü. Adətən yaxşı, nisbətən yaxşı, rahat bir həyat görmüş adamlar çətin şəraitə düşəndə adətən sınırlar. Amma Xudu Məmmədov sınanlardan deyildi. Bütün bu çətinliklərə baxmayaraq o başladı kolxozda çalışmağa, sayıcı kimi çalışdı bir müddət, ailəni dolandırmağa çalışdı. Buna baxmayaraq Xudu Məmmədov öz yolunu davam elədi. Geoloqlara həsəd aparırdı, çünki onlar dağlarda tərəkəməçilik həyatının bir hissəsini o da görmüşdü gəncliyində və görürdü ki, geoloqlar dağları gəzir, mənzərələrə baxır, maraqlı işlərlə məşğul olur, müxtəlif daşları topalayır. Onun da geoloq olmaq arzusuydu, amma bu arzuya gedən yol kifayət qədər çətin və keşməkeşli oldu. Eyni zamanda həm Ağdam müəllimlər texnikumunda, həm də Ağdam məktəbində təhsil almağa cəhd elədi. Alınmadı, bunun məsələnin üstü açıldı. Əl qabiliyyəti yaxşıdır, yaxşı cizgilər çəkirdi, rəsmlər çəkirdi və Ağdam teatrında rəssam köməkçisi kimi başladı fəaliyyətə. Özünün bir doğma yerlərə qayıdış məqaləsi var. Həmin məqalədə deyir ki, Ağdamda olarkən imarəti gəzirdim, imarətə gedirdim və imarətin üstündəki naxışlar məni çox cəlb eləyirdi. Deyir, bu mənim ilk gördüyüm fonsuz naxışlar idi. Düzdür, sonra naxışlar sahəsində kifayət qədər elmi işlər, araşdırmalar apardı, amma dedi ki, bu mənim ilk gördüyüm naxışlar idi və o rəssamlıq elədiyi o səhnədə imarətdə olan deyir, naxışlardan istifadə elədi. Ondan sonra universitetə daxil olmağa çalışır. Deməli, imtahan verəndə müəllimlərdən biri deyir ki, çox cəsədsizsən, cansızsan, get gələn il gələrsən. Düzdür, onunla razılaşmır, müraciət eləyir rektora, təkrar imtahan keçirir və həmən imtahandan əla qiymət alır. Geologiya üzrə başlayır Bakı Dövlət Universitetində təhsil almağa. Amma geoloq olmaq qismət olmur ona, çünki kristallografiya sahəsini seçir. Moskvada aspiranturada oxuyur və kristallografiya sahəsində böyük uğur qazanır. Kristallografiya sahəsində qazandığı uğura baxmayaraq yenə də ürəyi dağlarda olur. Ona görə də istənilən bir imkanda, istənilən bir imkan düşəndə böyük həvəslə dağlara gedir və Azərbaycanda səyahət eləyir. Özü dediyi kimi də, onu tanıyan adamlar dediyi kimi də Azərbaycan mənzərəli yerlərini ziyarət eləmək onun üçün ən böyük, ən sevimli bir iş idi. Elə bir yazım yox idi ki, onu mən Xuduya oxumamış, çapa verəm. Və mənim yazılarım haqqında ən gözəl ədəbiyyat tənqidçilərinin, ən qüdrətli tənqidçilərin, alimlərin, ədəbiyyatşünasların dediklərindən daha artıq və daha dəqiq və daha düzgün fikri Xudu verər. Xudunun sənət görüşləri də qəribə idi. O həmişə sənətdə və elmidə də məncə belə idi. Çox yığcamlıq və sadəlik sevərdi. Çünki onun həyatı da elə, özü şəxsiyyəti kimi həyatı da sadə, dünya görüşü də sadə idi. Lakin bu sadənin içində nə qədər dərinlik var idi. Mən həmişə Xududan öyrənmişəm. Xududan insan kimi də öyrənmişəm. Xududan bir yazışı kimi də çox şey öyrənmişəm. Bəzən məclislərdə Xudu susardı. Əksərən susardı. 2 saat, 3 saat danışmazdı. Amma birdən Xudu elə söz deyərdi ki, bizim 2 saat ərzində dediklərimizin hamısına yekun vurardı. Biz orta məktəbdə şagird olarkən bizim məktəbə tez-tez kəndimizin ziyalısı olan Xudu müəllim, eyni zamanda onunla bərabər Bəxtiyar Vahabzadə də tez-tez məktəblərə gəlirdi və biz də həmişə çox ehtiyat elirdik ki, qəflətən onlar gələndə bizə bir sual verirlər.
bilməyən də Xudu müəllimə yaxşı olmaz. Ona görə gərək biz yaxşı oxuyaq ki, onun yanında gəldiyi adam da utanmasın, arxayın olsun ki, bu şagirdlər də hamısı Xudu müəllimə layiq oxuyurlar. Bizim məktəbin bu dərəcədə təhsilə önəm verilməsində bir mayak kimi, bir yol bələdçisi kimi böyük Xudu Məmmədovun təsiri var idi. Məktəbə onun adı sonradan verildi. Amma mən sizə maraqlı bir şey də deyim ki, Xudu müəllim 80-ci illərin ortalarında məktəbimizə səfərlərin birində bir ideya vermişdi məktəb rəhbərliyinə və kənd rəhbərliyinə. Çünki onun böyük ziyalı nüfuzu var idi. Demişdi ki, varlı savxozdur, əlaçı şagirdləri həvəsləndirmək üçün təqaüd verilsin. Deməli, o dövrün pulu ilə aylıq 25 manat təqaüd ayrılmışdı ki, bu əməlli başlı vəsait idi. Çünki təsəvvür edin, bizim atalarımız, valideynlərimiz 75-80 manat maaş alırdılar. Və o təqaüd təsis olunandan etibarən rüblüklə əvvəl təsis olundu ki, rüblük nəticələrlə, sonra illik nəticələrlə ki, hamısı bütün qiymətləri 5 olan şagirdlər əlaçı, tam əlaçı sayılırdı və o təqaüdü alırdılar. Mən onu səhv eləmirəmsə, Sovet pulu qüvvədən düşüb, artıq savxoz quruluşu zəifləyənə qədər ən davamlı şəkildə alan şagird idim. Bunu indi keçib təvazökarlıq eləməyin yeri deyil. Yəni bu onu göstərirdi ki, bizim kəndin çox da deyim sizə səfalı bəlkə iqlimi yoxdur. Relyefi o qədər də yaylaq effektli deyil. Amma bizim kəndin ən böyük neməti onun insanları, bir də təhsilə verdiyi xüsusi əhəmiyyət idi. Məndən soruşdular ki, Xudu təbiətdə, cəmiyyətdə bu kimi daxı? Mən deyərdim ki, Xudu təbiətin də, cəmiyyətin də möcüzəsi idi. Xuduya elə təbiət verilmişdi ki, o kəşf eləməkdə, ixtira eləməkdə böyük bir ürək sahibi kimi özünü hərəkət edirdi. Hələ 1955-ci ildə Moskvada aspiranturada olarkən onun kristalların daxili quruluşuna aid, xüsusilə yapışdırıcılıq əlamətinə aid kəşfi Ümumdünya Sülh Şurasının o zamanki sədri İngiliz alim, məşhur fizik John Bernalı heyran qoymuşdu. Sonradan məlum oldu ki, John Bernal özü də bu problemin üzərində işləyirmiş və bir şeyə nail ola bilməmişmiş. O heyranlığını bildirib Xudunu təbrik eləmişdi və dözməyib Moskvaya gəlmişdi. Onunla da doymamışdı. Laboratoriyada Xudu müəllimin işi ilə tanış olandan sonra Xudu müəllimə təklif eləmişdi ki, bir müddət xahiş edirəm İngiltərədə bir yerdə işləyək. Və Xudu da o dəvətlə gedib İngiltərədə işləmişdi onunla birlikdə. Belə John Bernal'ın verdiyi qiymət mənim yadıma düşür ki, o yazmışdı ki Aganiyok'ta, dünyada kristalların daxili quruluşunu öyrənməkdə Xudu Məmmədovun açdığı qapını biz bütün laboratoriyada olmayan bir qapı kimi, qapının açılması kimi qiymətləndiririk. Xatırlayıram, uşaq olarkən bizim evimiz gəlimli gedimli olubdu. Qohumlar, tanışlar, dostlar, hətta bəzən tanımayan adamlar da çox sərbəst, arxain şəkildə bizim evin qapısını döyüb, evdə qonaq olublar, bizim evə gəliblər. Biliblər ki, bu evin qapısını açanda burada bunlar dinlənəcək, qəbul olunacaq, qarşılanacaq. Ona görə də çox ürəklə bizim evə gəliblər. Dərdlərini bölüşən olub, fikrini bölüşən olub, gəlib hal-əhval tutan olub. Bunu da mən bütün uşaqlığım, gəncliyim boyu müşahidə eləmişəm. Bu da mənim həyatımın bir hissəsi olub. Xudu müəllim bizim kəndə gələndə həmişə toy bayram olurdu kəndimizdə. Xudu müəllimi qonaq çağıran kim, onun görüşünə gedən kim, qəşəng yeməkləri bişirib onun evinə aparan kim. Çünki kəndimizin, elimizin, obamızın, nəinki elin obanın, bütün millətin sevimlisi idi Xudu müəllim. Və onun həyatında alça ağacı var idi. Biz də uşaqlarla gedirdik orada, o alçaları, o Bəxtiyar filmində bir səhnə var. O üç dostun alma dərməyi. Bax, mən də orada ilk dəfə evləri var ayaman, xana, xana, mən kül oldum ayaman, ayaman, yana, yana. Mən kül oldum ayaman, ayaman, yana, yana. Bunu musiqi məktəbinə gedirdim, bu mahnını. Orada müəllim Elza xanım Qaybalıyev ustadım. Müəllimim mənə öyrətmişdi. Mən də bunu kənarın diqqətini özümə çəkmək üçün bu mahnını oxuyurdum. Xalamın qızları da oradan alça yığırdı. Alçanın vaxtı idi da. Alçanın, Xudu müəllimin də həyətində qəşəng yekə alçalar olurdu belə böyük. Və Xudu müəllimin də orada qonaqları gəlmişdi. Deyim sizə, İlham Rəhimli idi, Şahmar Əkbərzadə idi. Allah rəhmət eləsin, qəni-qəni. Mən bilirdim ki, Xudu müəllim onu çox istəyirdi. Səxavət Məmmədov idi. Xudu müəllim çıxdı, qayıtdı ki, bura görüm, kimin qızısa? Kimin qızısa? Bir də oxu mahnını.
Nə gözəl mahnıdır. Səxavət də qulaq asdı. Allah rəhmət eləsin Səxavət müəllimə. Hamısı oturdular, qulaq asdılar. Dedim Ərşadın, nənə qızın. Nənə qızın da səsi var. Anamı da çox gözəl tanıyırdı, atamı da gözəl tanıyırdı. Və qayıtdı ki, sən türkü çox öyrənginən. Sənin səsin türkülərə daha çox yaxındır. O vaxt Sovet ideologiyası idi da, biraz türkülər bizdən uzaq idi. Amma rəhmətliyin özündə qəşəng türkü valları vardı, türk valları vardı, türk sanat muzeyi. Onda mənə bir mahnı dedi, Gül ağacı. Dedi, bu mahnını gələcəkdə əzbərlə. Gül ağacı deyiləm, hər yetənə əyiləm. Çək əlini əlimdən, mən sevgilin deyiləm. Necə belə ərz eyləyim, ərzimi yara. Aç qolların sal boynuma, sevgilinəm yar. Aç qolların sal boynuma, sevgilinəm mən. O vaxtı da bu mahnını oxumaq sevgilinəm mən. Biraz öz-özümə biraz tərəddüd elədim. Oxudu, qulaq astım, mahnının sözlərini yazdım. Uşaqlar da çöldə alçanı yeyirlər özləri üçün. Mən oturmuşam burada, mahnı öyrəndim. Ondan sonra bax, mən Xudu müəllimlə mənim tanışlığım, bizim sonra daimgilə gəldi, getdim oxudum. Xudu Məmmədov kəndə gələndə birinci kətdə Heydər baba vardı. Qara Heydər deyirdilər, Həsənalı baba deyirdilər. Özü dünya şöhrətli alim olduğuna baxmayaraq, o hər kəndə gələndə Heydər babadan məsləhət alardı. Heydər baba danışardı keçmiş zamanlardan, Bəhlul Danandadan. Xudu Məmmədov, Allah rəhmət eləsin, çox sadə ellə, cəmaatla mədəni təmasda olan adamıdır. Ümumiyyətlə onun ruhu bu kəndə bağlı olur. Tamamilə doğrudur. Sadə adamlarla bağlı idi. Biz Xudu müəllimi dağa gedəndə orada dağda çobanlarla səmimi söhbət eləyən görürdük. Ora gedərkən həm də müxtəlif daşları toplayan, onları diqqətlə seçən, özü ilə götürüb aparan görürdük və bu da ona baxan adamlara təsir eləyirdi. Əvvəllər əhəmiyyət vermədiyi çayların, məsələn, Ağçay deyirdik, o Ağçayın və digər çayların qırağında olan daşlara fikir verirdik. Xudu müəllim getdiyi yerlərdə, məsələn, Şuralının yanında bir gözəl bulaq demişdi, üstündə də gözəl bir bayatı yazmışdı. Yeri gəlmişkən deyim ki, ondan sonra adamların əksəriyyəti bax, getdiyi yerdə elə bir bulaq tikərək iz qoymaq ənənəsini də yaratdı. Məsələn, rəhmətlik qoca dayı Dəli dağda bir bulaq demişdi o da və s. Yəni, bunlar hamısı insanlara nümunəvi təsir göstərirdi. Gedib bizim o dağlarımızı Xudu Məmmədov Arxaş, biz bu qoy yatışan yerlərə Arxaş deyirik, Arxaş. Qaraxaş deyilən yer var, Qaraxaş. O qara Arxaşdır. Onu ermənilər sonra xaç eləyib, Arxacı xaç eləyiblər. Qara Arxaş bizim o yerlərdən Xudu Məmmədov gedib gəzirdi. O köhnə ərəb yazıları, başdaşlar var bizim Dəli dağda. Xudu Məmmədov Dəli dağda 5 güşəli otaq tikmişdi. 83-cü ildir, bax o ərəfələr olardı, mən o da dağdaydım. O vaxtı mənim qardaşım vardı, Rəhim Quluyev, Allah rəhmət eləsin. Ağdam avtobazasının müdiri idi. 3 ay Ağdam avtobazası ora tikintiyə material daşıyırdı. Xudu Məmmədov orada bir elə ev tikmişdi. Bir dənə taxta material yoxdu evin. O evini necə tikmişdisə, kümbəs kimi necə tikmişsə 5 güşəsi vardı. Girirdin sən 5 dənə otaqdı, ortası zalıdı. Atı minib çobanlarla, orada olan vətəndaşlarla gedirdi. O köhnə qədim vaxtlarda, o dağlarda daşlar var. Bizim o dağlarda, Dəli dağda daşlar var. Müəyyən yerlərdə bu su süzən daş deyirlər. Bu şoran yerlərdə su süzürlər. Ona bizim yerdə, bizim o dağlarda çox olurdu. Ona qaylan daşı deyirlər. Qaylan daşı. Ondan yonu balacasından qaylan düzəldirmişlər. O başdaşlar hamısı ondandı. Qara mərmər kimi. Xudu Məmmədov necə bir ziyaratgah kimi onun hamısını gətirib o titirdiyi evin həndəvərində basılmışdı. Gedirdi, harda vardı, tapırdı, çıxardırdı, çıxartdırıb gətirib orada bastırırdı. Ki, keçmişimiz itməsin. Tikməyə, yaratmağa, qurmağa çox həvəsli idi. Kifayət qədər yaxşı, maraqlı layihələr eləyirdi.
Elə Ağdamdakı çay evi, Dəli Dağdakı məişət evi hamısı Xudu Məmmədovun layihələri idi. Onun təşəbbüsü idi. Yapon jurnalında olan layihəni Ağdam şəraiti hardakı tikilmişdi, həmən şəraitə uyğunlaşdı. Onun ətrafı, əgər siz köhnə kadrlara baxsanız, görərsiniz ki, milli naxışlarla bəzədilib. Və onun üstü, biz əgər Çin və ya misal üçün Yapon memarlığından danışırsa, adətən o bu şəkildə olur. Amma çay evinin üstü belə idi, məscidin üstünü xatırladırdı. Yəni, baxmayaraq ki, bir fikir olaraq Yapon jurnalından götürmüşdür, amma tam yekun həyata Azərbaycan yeri memarlığı uyğunlaşdırılmış şəkildə inşa olunmuşdu. Ondan da yekunlaşmırdı. Qohumlardan, Mərzili cəmaatından kimsə ev tikəndə, binövrə salanda gəlib Xudu Məmmədovla məsləhətləşirdilər. Ki, Xudu müəllim nə şəkildə, hardan, nə cür, hansı ölçüdə, nə formada tikək, o da böyük məmnuniyyətlə bütün işin gücünü atıb gedirdi, layihə verirdi, ondan sonra bəzən də özü elə birbaşa o tikintiyə göstəriş verirdi. Onunla da əlaqədar kifayət qədər belə maraqlı yada düşən xatirələr var. Təqribən hardasa siz dayandığınız istiqamətdə idi. O istiqamətdə davam eləsək, bir xeyli, təqribən 1 kilometr. Orada qohumlardan birinin evi inşa olunurdu. Və ölçülərini, hər bir şeyin ölçülərini müəyyənləşdirəndən sonra gördü ki, qohumlardan biri qarğını götürüb, inəyi ölçür ki, görək, tövləni evin arxasına keçirtmişdi. Görür ki, görsün ki, görün bu inək təzə tövləyə yerləşməyəcək. Belə bir əhvalat olmuşdu. Amma praktika göstərdi ki, yerləşdi. İnək kifayət qədər özünü yaxşı hiss elədi yeni tövlədə. O ensiklopedik biliyə malik idi. Əslində ixtisasca geoloq olsa da, amma kimyanı geologiyadan, hər ikisini fizikadan, riyaziyyatı bunun üçündən də yaxşı bilirdi. Amma sizə deyim ki, bunların hamısından yaxşı təsviri sənəti bilirdi. Məsələn, o ilk dəfə biz tələbə idik, Puzuri xalçası. Puzuri xalçasının bu tətbiqi sənətin Türk tarixinin öyrənilməsindəki yeri və əhəmiyyətini mən tələbə olarkən ilk dəfə ondan eşitmişdim. Və sonra ana və bacılarımızın, nənələrimizin toxuduğu xallara sadəcə üstündə gəzdiyimiz bir xalça kimi yanaşırdıq. Amma Xudu müəllimin o izahından sonra artıq ona bir sənət əsəri kimi yanaşmağa başladıq. Oradakı gül və çiçəklərin bir qisminin tamğa olduğunu anladıq və bunların necə böyük ustalıqla simmetriya təşkil edildiyinin fərqinə vardıq. Həm də bəzi xalçaların quruluşunu hətta atomun sadə quruluşu ilə müqayisə eləyərək bildirmiş ki, bu möcüzəli bir işdir ki, bu elmdən xəbəri olmayan bizim qoca nənələrimiz necə bunu yarada bilibdilər. Onun tələbələrinin birinin bir sözündən başlayayım. Deyir ki, Azərbaycanda qoyunçuluq inkişaf eləmişdi deyən, ona görə Azərbaycanda xalçaçılıq var idi. Və bu absurd bir fikirdir. Nəyə görə? Çünki Yeni Zelandiyada qoyun qat-qat çoxdur Azərbaycandan. Bəs niyə Yeni Zelandiyada xalçaçılıq yoxdur? Əgər bu sırf məişət əşyasıdırsa, bunu istənilən rəngdə, istənilən şəkildə toxuyub, evi isitməyə və ya üstündə gəzmək üçün ayağın altına sərməyə istənilən bu materialdan, eyni materialdan düzəldib, istehsal edib, istifadə eləmək olar. Bəs bu dərəcədə, bu gözəlliyində, bu mürəkkəbliyində naxışlar onun üstündə nədir? Özü deyirdi ki, təbiət tərəkəmənin məktəbidir. Yəni, Xudu Məmmədovun təfəkkür tərzinin formalaşmasında tərəkəməçilik həyatı böyük rol oynadı. Və o xalçaya maraqda tərəkəməçilik həyatından irəli gəldi. Qoşaqanad əsərində qeyd edir ki, tərəkəmənin həmişə gördüyü təbiət mənzərələri, təbiət gözəlliyi olduğu üçün onun heç vaxt o mənzərəni artıq bir daha da xalçada yaratmağa ehtiyacı olmayıb. Tərəkəmə təfəkkür tərzi artıq mücərrədləşmiş obrazlarla
mücərrədləşmiş simvollarla, həndəsi naxışlarla öz fikrini ifadə eləyib. Və xalça da tərəkəmənin kitabıdır. Yəni tərəkəmə kitab yazmayıb, kitab anlamında, amma xalça toxuyub. Və bütün fikirlərini, düşüncələrini, hisslərini, dünyanı nə cür dərk elədiyini xalçada ifadə eləyib. Azərbaycan xalçalarına gələndə, xüsusən də Qarabağ xalçalarına gələndə, onun ilk nəzər diqqətini cəlb eləyən imarətdə biz dediyimiz o fonsuz təsvirdir və eyni prinsipdə xalçada müşahidə eləyib. Görüb ki, bizim əsl o dədə-baba çeşnilərimizdə boşluq və ya boş yer deyiləcək bir şey yoxdur. Həm fiqura naxışdır, həm də fon özü də naxışdır. Və bu nədən irəli gəlir? Bunu izah eləyir ki, tərəkəmə israfa yol vermirdi. Tərəkəmənin həyatı üçün nə lazımdırsa, sırf qoyundan, təbiətdən əldə eləyirdi. Və tərəkəmə özündən o qədər əşyalara sahib olurdu ki, hasanlıqla onu dağdan arandan dağa daşıya bilsin. Və bu təfəkkür tərzi də artıq o yerdən, o düşüncədə o yerdən optimal, maksimum istifadə eləməyə gətirir. Və bu da o naxışların o şəkildə formalaşmasını bir səbəbi kimi görürdü. Mən kənd sovetinin sədri idim. Mənə deyib ki, kənddə məsələn bekarların qarşısını almaq üçün nə etmək lazımdır? Demişəm ki, məsələn bir neçə zavodların filialı deyib ki, Gəbər telin açılmasında onun böyük zəhmət olub. Gəldi mənim yanıma, dedi ki, belə bir fikrim var. Yəni bu cəmaatın heç olmasa bir 20-30 nəfəri işləyə bilərmi orada? Belə bir fikrimiz var. Nə deyirsən buna? Mən dedim ki, çox ağıllı sözdür. Bu işə belə canla başla mən razıyam. Məndən razılıq aldı o. Vəziyyət, o əziyyətləri hamısını o çəkdi. Orada işlər gördürdü. Qoca dayı Mərzildə xalça arteli yaradır və həmən xalça artelində də təbii ki, Xudu Məmmədovun verdiyi çeşnilərdən istifadə eləyir. Həmən çeşnilər ənənəvi çeşnilərin sənət dilinə əsaslanmağına baxmayaraq artıq yeni çeşnilər idi. İstənilən bir araşdırmaçı o çeşniləri və bizim qədim çeşniləri görəndə heç bir istiqamət olmadan deyər ki, bu eyni bir mədəniyyətin məhsuludur. Orada zəmbil toxunmuşdu, üstündə naxışla. O zəmbilin özəlliyi onun üstündə olan naxışdır. Eyni fonsuz naxışlar prinsipinə uyğundur. Ben 1969-cu ildə anadan olmuşam. Mərzildə böyümüşəm. İndi kəndə gəlmişəm, Allah canını sağ eləsin. Çox belə nətər deyim, hər şey gəlib gözümün qabağından keçir hamısı. Uşaqlığım, ondan sonra nətər deyim, qonşularla bir yerdə olmağımız, hamısı gəlib gözümün qabağından keçir. Hər birisi. Mən elə bir ki, məktəbi qurtarmaq vaxtım düşdü 80-cı illərə. O vaxt elə oxuyub qutarandan sonra da dedilər ki, xalçaçılığı açılır. Xudu müəllim belə bir ideya irəli sürüb ki, kənddə xalçaçılığı açılsın, qızlarımız getsin orada oxusunlar, nə bilim işləsinlər. Getdi məktəbini açdı. Bu məktəbdə də Allah rəhmət eləsin, Gözəlov qoca kişi rəhbərlik elədi. Ən birinci buraxılış bizim oldu da, birinci biz başladıq. Getdi, dedilər ki, bu alınmayacaq da, o Ağdamda var idi xalçaçılığı müdürəsi. Dedim, onu aldıra bilməyəcəksiniz, bunun dərsini keçin ondan sonra. Peşəsini öyrənsinlər ondan sonra. Getdilər məktəbini açdılar. Demirəm, onda da bizə qoca dayı da dərs deyirdi, Cəmilə də dərs deyirdi. Xalçadan, ondan sonra yun nətər istehsal olunur, xalçaya nətər vurulur. Onun hamısını bizə başa salırdı. Hə, qoca dayı bizə dərs deyirdi. Özünün nəzarəti də olurdu da, Xudu müəllimin. De, bax, bu naxışları gətirib orada elə bir ki, bizə təqdim eləyirdi, göstərirdi. Bunların hamısını nətər düzülür, nətər, nə məna verir, hamısını deyirdi. – 85-ci ildə də sex başladı da, fəaliyyətə başladı. O da Xudu müəllimin, qoca dayının sayəsinin nəticəsində oldu da. Bax, onlar elədilər, işi onlar irəli sürdülər. Ondan sonra elə başladı qızlar, mənlə oxuyan qızlar yığıldı. Yaxşı toxuyan qızlar var idi. Həmidə idi, Tamara idi, Mələk idi, Tavad idi. Çox qızlar var idi, Rəni idi, Arzu idi, Validə idi. Fəridə idi, hamısı qəşək toxuyurdular, hamısı yaxşı idilər. Hardasa bir xeylaq işlədik. Bu çantanın 40 yaşı var.
Bu da toxunub. Bax həmin deyə bu gördüyünüz bax deyə bu dağılmış, verən qalmış erməninin dağıtdığı bu xalçaçılıq sexində. Burada olub. Bunu da toxunmaq mənim yanımda olub. Xudu müəllim özü rəhmətlik gəlib, irəli sürüb ki, mən istəyirəm ki, bax belə bir çanta alınsın da, ürəyim istədiyi kimi olsun. Ondan sonra Xudu müəllim bizə getdi, naxış göstərdi. Dedi, bax mən istəyirəm ki, bu fasonda mənə toxunsun, amma milçə vurulmasın. Əl işi olsun da, əllə toxunsun. Qızların çoxu biri dedi ki, mən toxuyaram, o dedi mən toxuyaram. Dedi, özünüz toxuyun, baxım ondan sonra, görüm xoşuma gələn olacaq. Mən dediyim kimi alınacaq. Onlar dediyi xoşuna gəlmədi, həmən o Fərdə dediyim. O dedi ki, mən toxuyaram. Ona da dedi ki, indi dəzgahı gətirib qurduracam. O dəzgahın üstündə toxuya bilərsənmi? Dedi ki, hə, nə tər deyirsən, elə toxuyacam. O da getdi, dəzgahı qurdudu. Həmən de, bax, bu naxışlarını da gətirdi. Özü göstərdi ki, bax, istəyirəm belə alınsın. Elə bir ki, bax, orada xovlu, xovsuz xalça deyirdilər də. O dedi ki, mən istəyirəm ki, xovsuz olsun. Bu xovsuz xalça adlanır, kilim kimi. Xeylaq toxumuşdu Fəridə. Xeylaq toxuyandan sonra rəhmətli qoca dayı ilə gəldilər, baxdılar ki, görək mən dediyim kimi alınıb. O da baxdı, dedi ki, hə, mən dediyim kimi alınıbdır. Sən bunu toxu, ondan sonra da dedi, sana ayrı özüm dediyim şeylər var, onları verəcəm, toxutdurasın. Ondan sonra çox toxutdudu Fərdiyə elə. Xurcun toxutdudu, belə stol üstü kimi belə xalçalar toxutdurdu. Bax elə, ancaq bax belə bu fasonda, bu ilmələrdə, bu naxışlarda. Bu naxışlar da özününkü idi. Ora gətirirdi, özü qəşəng naxışlar gətirib verirdi. Qızlara ki, bax mən istəyirəm ki, belə toxunsun, belə bu naxışları vurasınız. Özünün çox gözəl naxışları var idi. Qabaqçın toxundu xalça, sonra toxundu kilim. Hamısı Allah rəhmət eləsin, onun özünün fikri idi də. Deyirdi, birinci xalça toxunsun, kilim toxunsun, ondan sonra çantalar, xarici ölkəyə tanıtmaqdan ötəri. Bilsinlər ki, bizim bax belə gözəl naxışlarımız var, bizim belə gözəl qadınlarımız var ki, belə əl işləri var. Atamın çeşnisindən olan o xalçadan əvvəl bir balaca bir hananı özü düzəltmişdi. Bir qədər onu toxudu, amma yarımçıq saxladı. Nəyə görəsə, yəni hansı bir də bilmədim nə məqsədi idi. Mən də deyirdim ki, bu nəyə görə yarımçıq eləyirsən? Bu da başlayırsan axıra çıx da bu işi. Deyirdi, yox, elə bu belə yaxşıdır. Bir başqasını başlayacağım, onu axıra çıxacağım. Və 88-ci ildə avqust ayı olardı. Artıq ali məktəbə imtahan verib qəbul olandan sonra gəldim Mərziliyə və burada yaxın qohumumuz, həm də Qarabağ uğrunda döyüşən igid oğul Tahir Əliyev çilingər idi, sənətkar idi və atam dedi ki, ona bir hana düzəlt. Bir yığcam qəşəng bir hana düzəltdi. Həmən hananı siz bu şəkildə görürsünüz. Atam çeşnini hazırladı. Başladılar toxumağa. İlham Əhməd rəssamdır, özü Türkiyədədir, Türkiyədə sənət üzrə professordur, amma vaxt cavan yaşlı idi, cavan oğlan idi. Və İlhamla başladılar bunu toxumağa. Mən də gəldim, baxdım, dedim ki, elə birini başladınız, axıra çıxmadınız, amma bu xalçanı da yarımçıq qoyacaqsınız da yəqin ki. Atam cavab verdi ki, bu xalça yarımçıq qalmayacaqdı, bu xalça toxunub qutaracaqdı. Dedi, bunu mən yarımçıq qoysam, İlham toxuyacaqdı. İlham yarımçıq qoysa, mən bunu toxuyub qutaracam. Özü toxumaq bacarırdım. Amma həyat elə gətirdi ki, atam Qarabağ hadisələrin tam artıq hansı istiqamətə getdiyi bəlli olduqda Üzeyir bəyin evində keçirilən iclasda dünyasını dəyişdi. Bir müddət İlham o xalçanı davam elədi, amma 88-ci ilin hadisələri elə bir vəziyyətə gətirdi ki, artıq İlham da davam eləyə bilmədi. Yəni İlhamın da qüvvələri tükəndi. Bu zaman Cabir Məmmədli indi Xəzər Universitetinin müəllimidir. O vaxt məktəb tələbəsi idi. Durdu irəli və həmən xalçanı tam yekuna çatdırdı. O xalça mənim üçün tarixin bir hissəsidir. Atamın çeşnisi, atamın əli dəyib ona. Təbii ki, bu vacib məqamdır, qiymətli, misilsiz məqamdır. Amma ondan da bərabər o 88-ci ildən o xalça toxunub kəsilənə qədər 93-cü ildə kəsildi. 5 il davam elədi və o zamanın bir əksidir. O zamanın bir tərənnümüdür. Qanlı qadalı illərin bir xatirəsidir. Və siz o xalçanı görəndə görəcəksiniz ki, orada elə bir məqam var ki, naxış bir növ daralır, yığılır. Bu qeyri-ixtiyara alınıbdır. İlham Əhməd
deyir ki, Toğrul, o bizim sıxıldığımız bir vaxta gəlib düşür. Yəni biz sıxılanda üzr istəyirəm, naxışda sıxıldı. Yəni o xalçanın bu cür mənası var. Toğrul müəllim, bax bu üzərində dayandığımız yer sizin evinizin içidir. Bəli. Və Allah rəhmət eləsin, Xudu müəllimin Mərzilidəki evi bütün Ağdam ərazisində barmaqla sayılacaq qədər az evlərdən biridir ki, onun görüntüləri tarixdə qalır. Bu da əslində belə sizin bir güclü xatirəniz və qiymətli bir nostaljinizdir. Bu ev necə idi? Bizə təsvir eləyin. Bu evin layihəsini özü hazırlayıb və tikintisinə də birbaşa özü rəhbərlik eləyib. Təbii ki, tikintinin az bir hissəsini peşəkar ustalar tikibdi və səbəbini də belə izah eləyirdi ki, peşəkar usta ancaq əvvəli-axır bəlli bir işi görməlidir. Amma biz burada bir dəfə bir cür fikirləşirik, sonra fikrimizi dəyişirik. Yəni improvizasiya edə-edə Bəli, o improvizasiya məqamı da olub. Ona görə də o sırf ustalar hansı ki iş hara ki bəllidir, hansı ki artıq burada bir dəyişiklik yoxdur, o işlər işləyib. Qalanı hamısını Mərzili cəmaatının köməyindən, qohumların bilavasitə iştirakından onlara özü göstəriş verə-verə burada bu evi yaratmışdı. Deməli, darvaza buradaydı, hardasa bu istiqamətdən darvazaydı. Darvaza deyəndə sadəcə bir çərçivəyə alınmış, dəmir çərçivəyə alınmış setkaydı. Yəni elə bir darvaza anlamı yox idi. Yəni daş hasar, dəmir darvaza, belə deyildi. Kənd evi kimi. Kənd evi, adi dəmir çərçivəyə alınmış bir setka. Və burada bu yerin landşafından yaxşı istifadə eləmişdi. Əgər fikir verirsinizsə, yerin istiqaməti maililiyi var. Bəli, yuxarısı biraz hündürdür, aşağı getdikcə aşağı enir. Aha. Burada bir otaq buradaydı, yekə bir otaq idi. Yataq otağı ona nisbətən balaca bir otaq orada yerləşirdi və onun qarşısında mətbəx idi. Oradan aşağı düşəndə, buradan gələndə görürsünüz ki, artıq hündürlük fərqi var və həmən hündürlük fərqindən istifadə eləyib orada zirzəmi yaratmışdı. Ocaq da oradaydı, zirzəmi də oradaydı.
Zirzəminin yanından buradan siz görürsünüz ki, o divar hovuzun divarıydı. Burada da hovuz idi. Hovuz evə bitişik idi. Bura açıq sahə idi. Elə bil evin önündəki geniş eyvan kimi. Bəli. Aha. Bəli. Və o da baxırdı hovuza. O da baxırdı hovuza. Bu həmin hovuzun qalıqlarıdır, eləmi? Bəli. Bir de bu sahə burada hovuzun bir divarı belə gəlir və buradan qayıdır, orada tamamlanır. Bu hovuzda nə kimi istifadə edirdiniz Toğrul müəllim? Bu hovuzdan bağı sulamaq üçün istifadə eləyirdik. Yəni su toplanırdı, bağı suluyurduq. O hovuzda uşaqlar çimirdi və qış aylarında da mən burada balıq saxlayırdım. Və bunun üstü də düz gəlirdi. Yəni üstü düz sahə idi. Bunun üstündə üzüm talvarı idi. Orada bir düz sahə idi. Düz sahədən sonra şüşəbənd idi. Şüşəbəndin üstündən də artıq yuxarı taxtapuşda da 2 otaq var idi. Yəni zirzəmi ilə götürəndə ümumi 3 mərtəbə. Ümumi 3 mərtəbə. Neçənci il idi bu ev tikiləndə? Bu ev tikiləndə harasa 83-cü ildən başladı. 86-cı ildə tamamladı. Xeyli iş görülüb üzərində. Toğrul müəllim, hiss olunur ki, böyük bir bağ olub burada. Burada sırayla əkilmiş ağaclar idi. O istiqamətdə bir istilixanası var idi. Stil, göyərti, bu cür şeylər özü maraqlı idi. Özü orada təcrübə aparırdı ondan. Siz dediniz ki, mən 92-ci ildə gələndə artıq ev yanmışdı. Bəli. 92-ci ildə dekabr ayında məlumat aldım ki, erməni hərbi birləşmələri kəndin ərazisinə daxil olub, amma çıxardılıblar. Gəldim bura. Bura gələndə bu vəziyyətdə deyildi. Divarlar, tikililər sırf deməli bircə dənə üst hissəsi yanmışdı. Çünki üst hissə təmiz taxtadan idi. Üst hissə taxtadan yığılmışdı, alt daşdan idi. Qapı pəncərə təbii ki yanmışdı, üst hissə də yanmışdı, amma divarlar yerində idi. Belə bir mənzərə gördüm və onda bir ovuc torpaq götürdüm buradan. Kül, şüşə qırığı, qarışıq bir ovuc torpaq götürdüm. Və o torpaq 30 ildir bizim yaşadığımız evdədir. Onu müharibənin bir əlaməti, bir işarəsi kimi saxlayıram, amma götürəndə bu evi son görürsünüz. Onda son gördüyüm vaxt idi və indi bu günləri görürəm buranı. Torpaq bir xatirə idi, bir simvol idi. Hər dəfə onu görəndə fikirləşirdim ki, yəqin bir gün olacaq ki, bu torpaq yanmış torpaq yox, artıq üzərində gül çiçək bitən bir torpaq olacaq.
Şükür həmən gün gəldi. Həmən gün gördük. Bu günləri burada dayananda məndə belə bir təəssürat yarandı ki, mən nəhəng bir tikinti sahəsindəyim. Xarabazarda yox. Həyat bu yerlərə qayıdır. Həyat birinci insanlarla qayıdır. Tikinti sonra tikilir. Təbii ki. Bəli. Təbii ki. Və bugün o insanlar kənddədir. Toğrul müəllim, Qarabağ hadisələri başlayanda Xudu müəllim bunu necə şərh etdi evdə, ailədə? Onun bununla bağlı fikri nə idi? Onun fikri oydu ki, hamı əlində nə iş varsa onu qırağa qoyub sırf bununla məşğul olmalıdır. Və o hadisələr başlayanda biz demək olar ki, onu evdə, ailədə görmədik. Ağdamda oldu, Qarabağda oldu. Bir dəfə artıq buradaydı, xalqın içində idi. O vaxt ki, mərkəzi komitədən artıq görürlər ki, Xudu Məmmədov Ağdamdadır, bunun qarşısını almaq mümkün deyil. Oradan telefonogramma yollayıblar Ağdama ki, Xudu Məmmədov bizim orada nümayəndəmizdir. Mərkəzi komitədə çalışanların kiminsə kifayət qədər bir uzaqgörən addımı idi. Bu da təsadüf eləyir fevral hadisələrinə, Bəxtiyarla Əli şəhid olan vaxtda. Yəni, ailədə bizə heç nə demirdi, öz hərəkətinlə göstərirdi, münasibətinlə göstərirdi. Artıq elm də kənarda qalmışdı, artıq evdə də olmurdu. Bütün vaxtın, bütün qüvvəsinin Ağdamda, Qarabağda. Və burada kifayət qədər riskli bir addımlar atırdı. Baxmayaraq ki, bəstə boydu, sakit danışan adamdı, amma risk edən bir adam idi. Gedirdi əhali qarışıq olan kəndlərə, müxtəlif milli tərkibi olan kəndlərə və orada deyirdi ki, bu hadisələr, bu gedişatlar heç kimə yaxşı bir nəticə verməyəcəkdi. Gəlin daşının bundan. Yəni erməniləri daşındırmağa çalışır. Bəli. Açıq-aşkar onlara deyirdi ki, bu sizə yaxşı bir nəticə verməyəcəkdi. Daşının bu yoldan. Digər bir tərəfdən də təşkilatlanma və təcavüzə qarşı, o iftiraya qarşı mübarizə aparmaq üçün əlindən gələni eləyirdi. Məsəl üçün, o dövrdə o fevral hadisələrinin iştirakçıları hökumət orqanları tərəfindən incidildi və çox ifrat bir şəkilə gəldi. Bu da Xudu Məmmədova deyildi bu məsələ. O kəskin şəkildə Zeynal müəllimlə birgə bir reaksiya verdilər və ondan sonra kim ki o nümayişlərdə iştirak eləmişdi, 88-ci ilin Ağdamdakı nümayişlərində iştirak eləmişdi, artıq onlar o təqibdən azad oldular. İlk hadisələr başlayanda, yəni hadisələr çoxdan başlamışdı, amma artıq aşkar şəkildə harda aşkar oldu. Dəqiq yadımdadır, Ağamirkan var idi, öz boyda bir dərd idi ehtimal ki. Nədənsə tam təsadüfən Fransanın bir nəşrində Qarabağın Ermənistana verilməsi barəsində məqalə yazdı. Maraqlıdır, elə deyilmi? Söhbət 87-ci ildən gedir. Məqalə çıxardı Amerikan jurnalında, çıxardı İngiltərənin jurnalında, çıxardı Kenyanın jurnalında. Niyə Fransa jurnalında çıxdı da? Yəni orada da xoruzun quyruğu görükdü. Aşkar oldu nədir? Bu çox kəskin reaksiya verdi ona. Öz ətrafında olan adamları topladı, mərkəzi komitəyə, müxtəlif qəzetlərə, o vaxt Sovet hökumətinin qəzetlərə saysız hesabsız məktublar və teleqramlar getdi bundan əlaqədar olaraq. Sonra da təbii ki, 88 fevral hadisələrində də o hadisələrin qaynar yerində oldu. Yəni nümayiş iştirakçıları Əsgəran istiqamətində hərəkət eləyəndə oradaydı. Xudu müəllim hansı sahəyə baş vururdusa, çalışırdı ki, onu mükəmməl öyrənsin. Mən sizə deyim ki, bunların da bəlkə də hamısından da mükəmməl onun bayatılarıdır. O qədər gözəl, yadda qalan. Məsələn, onun bayatılarından biri dünyadan umma şəkər. Bayatçının biri gör necəydi. Bu gündən olduğu ilə dəqiq səsləşir ha. Dünyadan umma şəkər, başımızda tırp əkər. Dərdimiz yetim qalsa bizdən sonra kim çəkər? Biz yəni məsələn 80-ci illərin sonlarında romantik şəkildə elə bilirdik ki, xarici ölkəyə qərb dərhal bizi qucaqlayacaqdır, bizim dərdimizi anlayacaq, bizə qarşı olan haqsızlıq və ədalətsizliyə onlar da etirazını bildirəcək. Onlara arxayın olduq, gördük ki, sonra heç bir kömək yoxdur və nəticədə özümüzdən başqa bizə kömək heç hardan gəlmədi. Çox adam düşünə bilər ki, istər Ağdamda, istər Mərzildə, ümumiyyətlə Qarabağda Xudu Məmmədovun bir evi var idi, işğal nəticəsində dağıldı. Bu da bir əhvalat. Amma əslində bir Xudu Məmmədovun övladı olaraq mən istər Mərzildə, istər Ağdamda hansı evin qapısını döysəydim, təbii ki,
o evin qapısı mənim üzümə açıq idi. Ona görə mən deyərdim ki, bir ev yox, tək ata ocağın yox, Qarabağda dağıdılmış nə qədər ocaq varsa, onu mən itirmişəm. ...27-ci ildə Xudu Məmmədovun 100 illiyi olur. Bugün onun həmfikirlərlə birgə başladığı bir işin nəticəsi. Bu xalça gəlib bu yerə. Bu xalça gəlib bu evə. Bunun özü bir rəmzi mənası var. Çünki başlanılan işlərimiz şükürlər olsun ki, yarımçıq qalmır. Məntəqə nəticəsinə yetişir. Təbii ki, ən böyük başlanılan iş bu yerin, bu torpağın azadlığı, düşmən taxtağından azad olmağı, düşməndən təmizlənməyidir. Və şükürlər olsun o işdə böyük təntəni ilə, böyük bir uğurla başa çatıb. Və bu günləri burada balaca bir rəmzi bir iş, böyük bir uğurun nəticəsi ilə birləşir.